Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz bitki və heyvanlar aləminin müxtəlifliyindən bəhs edir. Bildiyimiz kimi, canlı aləm müxtəlifliyi ilə fərqlənir. Bitki və heyvanların, yəni üzvü aləmin təxminən 2,5 milyon növü vardır. Yer kürəsində növ tərkibinə görə heyvanlar, üzvü kütlənin miqdarına görə isə bitkilər üstündür. Lakin okean və quruda bu fərqlidir. Qurudakı canlı aləmin 92%-ni bitkilər, okeandakıların isə 94%-ni heyvan və mikroorqanizmlər təşkil edir. Günəş enerjisi və istiliyi bitki, heyvan və mikroorqanizmlərin bir-biri ilə və eyni zamanda yerin digər təbəqələri ilə daimi əlaqəsini təmin edir. Bitkilər günəş enerjisini udur, torpağın humus qatı ilə qidalanır və üzvü maddələr yaradır. Ot yeyən heyvanlar bitkilərlə, yırtıcı heyvanlar isə ot yeyənlərlə qidalanır. Bitki və heyvanlar məhv olaraq yenidən torpağa qarışırlar. Bütün canlılar arasındakı bu əlaqə nəticəsində biosferdə maddələr mübadiləsi baş verir. Müəyyən ərazidə formalaşan, bir-biri ilə sıx qarşılıqlı əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupuna biosenoz deyilir. Hər bir təbii kompleksin meşə, bataqlıq, çəmənlik, çöl və s. özünə məxsus biosenozu var. Biosenozlar tərkibinə görə flora və faunadan ibarətdir. Flora bitkilər aləmi, fauna isə heyvanlar aləmidir. Vahid sahədə mövcud olan canlıların ümumi çəkisi biokütlə adlanır. Okean sularında sərbəst hərəkət edən fəal heyvanlar, balıq, balina, dəniz tısbağası və s. nekton adlanır. Bentoz okean və dənizlərin dip hissəsində yaşayan dəniz canlılarıdır. Mollyusk, mərcan, xərçəng kimlər bu qrupa aiddir. Suyun üst qatında çoxlu sayda kiçik, hərəkətsiz canlılar, planktonlar yayılmışdır. Onlar nektonlar üçün əsas qida mənbəyidir. Şəkilə diqqət etsəz görərsiniz ki, okeanın 200 metr dərinliyinə qədər yaxşı işıqlanan zonalarda planktonlar yaşayır. 200 metrdən 1000 metrə qədər dərinlikdə zəif işıqlanan zonada nektonlar yaşayır. 1000-3000 metr dərinlikdə və daha artıq dərinliklərdə, yəni tam qaranlıq zonada bentoslar yaşayır. Yer üzərində istilik və rütubətin qeyri-bərabər paylanması onlardan asılı olan digər komponentlərin də müxtəlifliyinə səbəb olur. Ayrı-ayrı təbəqələrə aid olan hər bir təbii element təbii komponentlər adlanır. Onlara relyef, süxurlar, temperatur, səth suları, torpaq örtüyü, bitki örtüyü, heyvanlar aləmi aiddir. Bütün təbii komponentlər bir-biri ilə qarşılıqlı əlaqədədir. Təbii komponentlərdən biri olmadığı halda digər komponentlərin də zəif olmasını qütb və tropik enliklərdə yaranan səhralarda görmək olar. Bu ərazilərdə təbii komponentlər arasındakı əlaqələr pozulur. Ona görə də təbii şərait torpaq, bitki və heyvanlar üçün əlverişsizdir. Şimal və cənub coğrafi qütblərində yerləşən Antarktida və Arktika səhralarında temperaturun aşağı olmasına səbəb ilin çox hissəsində günəş işığı və istiliyinin qısa müddətdə olması, günəş şüalarının düşmə bucağının aşağı olması ilə əlaqədar az istilik almasıdır. Bu ərazilərdə havanın temperaturunun aşağı kəmiyyəti torpaq və bitki örtüyünün yaranmasına imkan vermir. Geniş ərazilər ilin çox hissəsində qar və buzla örtülü olur. Arktikanın əsas heyvanlarına ağ ayı, morj, su iti, qütb tülküsü və qütb bayquşu aiddir. Yayda bəzi köçəri quş növləri uçub gəlir. Heyvanların əksəriyyəti dəniz məhsulları ilə qidalanır. Cənub yarımkürəsində Antarktida materiki və ətraf suları əhatə edən ərazilərdə də Arktikada olduğu kimi oxşar təbii şərait əmələ gəlir. Materikdə qida mənbələri olmadığına görə əsas heyvanlar olan pinqvinlər, su iti, bəzi quş növləri, sahil sularında olan balıqlar
və planktonlar hesabına qidalanır. Bura Antarktida səhraları zonasıdır. Tropik enliklərdə günəş şüalarının düşmə bucağı ilin çox hissəsində böyükdür. Ona görə çoxlu istilik və işıq alır. Havanın temperaturu isə yüksək olur. Gündüz hava həddən artıq qızır, temperatur 50 dərəcə Selsiyə qədər qalxır, qumun səthində isə temperatur hətta 70-80 dərəcəyə qədər çatır. Tropik səhralarda yeraltı suların səthə çıxdığı vahələrin ətrafında bitki və heyvanat aləmi nisbətən zəngin olur. Gecələr isə hava soyuyur, temperatur 10-20 dərəcə Selsiyə qədər düşür. Ona görə də gecə və gündüz arasındakı temperatur fərqi çox böyükdür. Buna buludluğun aşağı olması da şərait yaradır. Bu səbəbdən, yəni buludluğun miqdarının aşağı olması, yağıntıların da çox az düşməsinə səbəb olur. İl ərzində 50-100 mm yağıntı düşür. Bəzi səhralarda isə illərlə yağıntı olmur. Ona görə də bitki örtüyü çox seyrəkdir. Quraqlığa dözümlü kollar və otlardan ibarətdir. Meşələr yer üzərində böyük əhəmiyyətə malik təbii komponentlərdir. Meşələrin yaranması üçün kifayət qədər istilik və rütubət tələb olunur. Ona görə dünyada meşə sahələri ekvatorial və mülayim enliklərdə geniş sahə tutur. Tropik enliklərin bol yağıntı düşən şərq sahillərində də meşə zolaqlarına rast gəlinir. Meşələrin tutduğu ərazilər və ağacların növ müxtəlifliyi enliklərə görə fərqlənir. Mülayim enliklər kifayət qədər günəş istiliyi alır və rütubətlənmə şəraitinə malikdir. Müxtəlif ağac növlərindən ibarət meşələr yaranır. Şimal meşə qurşağının şimalında şaxtaya davamlı iynəyarpaqlı küknar, ağşam, qaraşam ağacları çoxluq təşkil edir. Bu ərazilərdə qışda -30-50 dərəcə aralığında şaxta qeydə alınır. Cənuba doğru temperatur yüksəlir, yağıntıların miqdarı azalır, nəticədə ağacların növ tərkibi dəyişir, palıd, cökə, ağcaqayın, göyrüş, qarağac kimi enliyarpaqlı ağaclar üstünlük təşkil edir. Meşələrdə məhsuldar torpaq örtüyü yayılır. Bu ərazilərdə torpaq qatının qalınlığı 15-20 sm-ə çatır. Qarışıq meşələr iynəyarpaqlı və enliyarpaqlı meşələr arasında keçid zonasını təşkil edir. Meşələr iriqli, xırdalı, müxtəlif növ heyvanlar aləminə malikdir. Onların bir hissəsi otlar, ağacların meyvələri ilə qidalanır, bir hissəsi yırtıcıdır. Ayı, vaşaq, sığın, dələ, xəzdərili heyvanlar çoxdur. Mülayim enliklərə nisbətən daha çox istilik və rütubət alan ekvatorial enliklərdə növ tərkibinə görə daha zəngin olan meşələr yayılır. Burada bir neçə min ağac növü bitir. Bu ərazilərdə olan meşələr bitki və heyvanat aləminə görə digərlərindən fərqlənir. Ekvatorial meşələr bir neçə mərtəbədən, yəni yarusdan ibarətdir. Əsasən 4 yarusa ayrılır. Günəş işığına çox tələbkar olan bəzi ağac növlərinin gövdəsi bir neçə 10 metrə çatır. Onların gövdəsi 5-6 adamın əhatə edə biləcəyi qədər böyükdür. Bu ağaclar istilik və rütubətin kifayət qədər olduğu, günəş işığının bol olduğu məhsuldar torpaqlar üzərində ildə 5-6 metrə qədər boy atır. Nəticədə aşağıda işığa nisbətən az tələbkar olan ağaclar bitir. Daha aşağıda, yəni yer səthinə yaxın sahələrdə kol, ağac və lianalara rast gəlinir. Ekvatorial meşələrdə palma, fikus, bambuq, qıjı əsas ağac növləridir. Meşələr çox sıx, əksər hallarda keçilməz olur. Buna lianaların, yəni cəngəllik sarmaşığının çox olması və ağaclara sarılması da şərait yaradır. Meşələrdə heyvanların bir hissəsi ağaclarda yaşayır. Çaylarda zəngin balıq növləri vardır. Ekvatorial meşələr Afrikanın mərkəzində, Cənubi Amerikada Amazon ovalığında və İndoneziya adalarında geniş yayılmışdır. Tropik enliklərin şərqində zəngin növ tərkibinə malik meşələr yaranmışdır. Onlar əsasən okeanlardan gələn rütubətin hesabına yaranır. Burada ot yeyən və yırtıcı heyvanlar yaşayır. Fil, kərkədan, meymun, müxtəlif növ quşlar, çaylarda isə timsah və begemot yaşayır.
Əziz abituriyentlər, bitki və heyvanlar aləminin növ müxtəlifliyinə həsr olunmuş dərsimiz başa çatır. Növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun, hər birinizə uğurlar arzulayıram.